Dostlar, herkese salam. Biz gedirik Aqraya, Aqra şəhərinə gedirik. Haradasa Dehlidən Aqraya 4 saatlıq, 3 saat yarım 4 saatlıq maşınla məsafədir. Sizə deyim ki, təmizlik burada da bizi heyran etdi. Bizim kimi məsələn hər yerdə də yol kənarında olan məsələn dayanacaqlar, ictimai yerlərdə su içirsən, yemək yeyirsən, belə restoran tipli Visilər çox təmiz, çox təmiz. İnanılmaz dərəcədə və əl üzüyan yerlərdə hər qadın kişi fərqi yoxdur. 3-4 işçi ayrılıb, hər adamdan sonra yəni təmizliyə çox diqqətlə fikir verirlər. Qoxu sıfır. Mən çox xoşbəxtəm. Yəni bizə o qədər direktə yazırlar. Və mən sizə deyim ki, burada da bizim gedimiz danışır ki, ümumiyyətlə ölkə haqqında belə bir fikir var ki, çox və bizim gid deyir ki, biz bilirik ki, turistlər ümumiyyətlə Hindistan haqqında mənfi fikirdədir ki, orada natəmizlik var, qoxu var. Amma son 5-10 il ərzində bunlar çox inkişaf edib o barədə təmizliyə çox diqqət edirlər və mən çox sevinirəm ki, məhz bu dövrə bizim səfərimiz təsadüf etdi. Ona görə çəkinmədən siz də gəlin. Birbaşa reyslər var Bakıdan, 3 saat yarıma Bakıdan Hindistanda ola bilirsən. Qiymətlər münasibdir. Hər bir qiymətə burada istirahət eləmək olar. Mən bir neçənci səfərimdir. Çox dəyişir. Təmizlik barəsində yəni 180 dərəcədə bir dəyişiklik var. Yəni mən daha çox sevirəm buranı. Deməli, gəlib çatırıq Aqra şəhərinə. Baxın, burada maşınlar, yəni bunlar üçün svetofor mövcud deyil. Protiv gəlir, öz qanunları var. Baxın, baba protiv gəlirlər. Kim hardan istəyir, oradan gəlir. Necə istəyir, bizim yoldadırlar. Maşınlar üstümüzə gəlir. Baxın, bunların öz qanunları var. Yəni svetofor, zaten içində protiv getmək onların deyil. Kim hardan istəyir, oradan da gedir. Ay Allah, bircə salamatçılıq olsun. Deyirəm, bu kişi də yer tapmadı Tac Mahalı tikməyə. Gedərdi, Dehlidə tikərdi də. Zəkir də deyirsə, sən 1000 il bundan qabaq təsəvvür elə buraları. Neyse, mən elə gəlir ki, adrenalin dolu bir şəhərə gedirik, yaxınlaşırıq. Bu koloriti siz görməlisiniz. Bu koloriti mütləq görmək lazımdır. Aqra adrenalin dolu bir şəhərdir və mən bu şəhərdə biz bir yerdə bir gün qalacağıq. Bir gün bu adrenalini yaşayacağıq. Ən məşhur təksiləri var. Və sizə deyim ki, natəmizliyi də elə qəbul eləmirlər bunlar. Bunlar deyir ki, o natəmizlik də Hindistana aid olan bir koloritdir. Biz gəldik, çatdıq otelimizə, Aqrada. Lismadas. Yes, you can give to the reception counter. Biz gəldik, çatdıq otelimizə. Görək, maraqlı gəldi mənə bu axı. Buradayıq biz də. Zakir, bu adrenalinə nə deyirsən? Hə, yoxsa yox? Hə, mən də. Qapılar da qızıldandı. Sarqat deyirəm. Oo, nə qəşəngdir. Hə, qoxusu da qəşəngdir. Çox qəşəngdir, baxın. Biz Aqradayıq, dostlar. Zakir, bunlar ne
üçün bizi bəs aparmırlar nömrəyə? Çox qəşəngdir bura. Biz gəlmişik teatra. Hə Zakir? Hansı teatra bax, bu arxamızda gördüyünüz plakatdakı teatra baxmağa gəlmişik. Zakir Hindistanı çox sevir. Bəlkə onu burada qoydum, gəldim. Bakıya. Əgər qala bilsə burada. Hava çox qəşəngdir. Əsl kənd havası. Bu da teatrın binasıdır. Biz Aqradayıq. Sənin köynəyinin də rəngi bu Aqraya uyğun. Aqraya uyğundur. Mənimki hara uyğundur? Dehliyə. Belə. İndi icazə versələr sizə çəkiş edəcəm. Hindi nada pagkupatak museo. Deməli, baxın, bu kartinalardakı bu işləmələr hamısı əl işidir. Bax, belə hə. Onu deyirəm də. Bunlar hamısı əl işləməli. Qaşla işlənir. Qaşla. Ha, qaşları sonda eləyirlər, belə işləmir. Hamısı bir əllə işlənir. Сколько примерно стоит? Вот такой размер примерно 30 dinero, вот там.